Yox deməkdən çəkinirsən, sərhəd qoyanda səni kobud adlandırırlar. Mən bu videoda sizə sərhəd qoymağı və bunun kobudluq olmadığını başa salmaq istəyirəm. Və sərhədi necə qoymalı olduğunuzu, bunun nə mənaya gəldiyini bu videoda biz danışacağıq. Sərhəd insanın öz həyat keyfiyyətini, zamanını qorumaq üçün qoyduğu şəxsi bir xəttdir. Bunu başqalarını incitmək üçün qoymursan, bunu özünü qorumaq üçün qoyursan. Ona görə sənə xoş olmayan, istəmədiyin, sənin şəxsi alanına girən hər şeyə yox demək, sərhəd qoymaq deməkdir. Buna nümunə verəcək olsam, məsələn, biri ilə mesajlaşırsınız və hal-hazırda vaxtın yoxdur və ya danışmaq istəmirsən. Həmən an ona hal-hazırda vaxtım yoxdur, daha sonra bu mövzunu müzakirə edərik deməyin sənin sərhəd qoymağındır. Və ya romantik münasibətlərdən misal çəkmək istəyirəm. Çox vaxt qarşı tərəf münasibəti başlamazdan qabaq sizdən qarant və ya sədaqət gözləntisi içinə girir. Həmən vaxtda ona, əvvəl bir-birimizi tanıyaq və daha sonra biz bu mövzuya keçərik demək sərhəd qoymaqdır. Və ya sizdən heç bir qarşılıq vermədən daimi istifadə edən bilginizdən, bacarıqlarınızdan daimi istifadə edən insanlara yox deyə bilməkdir sərhəd. Hər mesaja cavab vermək məcburiyyətində deyilsiniz. Hər kommentə cavab vermək məcburiyyətində deyilsiniz. Daimi olaraq yaxşılıq eləmək məcburiyyətində deyilsiniz. Yəni, insanlar sizi buna görə günahkar hiss elətdirəcəklər. Daim həmişə verən bir insan olmusunuzsa və daha sonra öz sərhədlərinizi qorumağa başlayanda sizi günah keçisi elan eləyəcəklər. Sizi günahlandıracaqlar, sizi yuxarıdan gedirsən, egoistsən, kobudsan kimi iddiamlarla günahlandıracaqlar. Çünki ya həmişə siz verici tərəf olmusunuz və ya sizdən qabaq hər kəs ona verici davranıb. Və siz öz sərhədlərinizi qoruyanda ona qəribə gəlir ki, bu mənim hər istədiyimi eləmir. Bu məndən eyni nöqtəyə gəlmir. Bu yox deməyi bacarır. Deməli, bu adam kobuddur. Egosuna dəyir. Belə insanlarla vaxt keçirtməyi tövsiyə eləmirəm. Belə insanları nə qədər tez həyatınızdan çıxartsınız, o qədər yaxşıdır. Buna bir misal çəksəm, məsələn, təyyarə bələdçiliyi ilə əlaqəli bir video çəkmişəm. Bildiyim hər bir şeyi paylaşmışam videoda. Bundan əlavə, fərdi yanaşma istəyən insanlara da mən fərdi konsultasiya təklif edirəm. Onlayn şəkildə. Buna baxmayaraq, hələ də yazırlar ki, müsahibədən keçmək üçün mənə kömək elə, mənim CV-mi düzəltməyə mənə kömək elə. Hətta deyirsən, tanışım var, zəng elə məni tapışır. Yəni, bu tip şeylər yazan insanlar var hələ də mənə. Heç bir şey vermədən qarşıdakindən hər şey gözləyirlər. Və sən ona heç nə verməyəndə səni günahkar, egoist, yuxarıdan gedən, kobud adlandırırlar. Bu tip insanların fikirlərini mən çox önəmsəmirəm. Əgər ürəyimdən gəlmirsə bir şey etmək, etmirəm. Əgər mən bir yerə getmək istəmirəmsə, getmirəm. Əgər mən bir insanla görüşmək istəmirəmsə, görüşmürəm. Və bunun üçün ekstra bir bəhanə də yaratmıram. Sadəcə deyirəm ki, hal-hazırda özümü bu modda hiss eləmirəm, başqa vaxt görüşərik. Və ya mən ora getmək istəmirəm, olar ki, filan yerə gedək. Yox, əgər sən də istəmirsənsə, onda başqa bir ortaq yer qərarlaşdıraq. Mən heç nə etməyə məcburiyyətində deyiləm, nə də ki, sən deyilsən. Mən heç kimi, heç nəyə məcbur eləmirəmsə, heç kim də məni etməməlidir. Sərhəd çəkməyi ona görə öyrənməliyik. Sərhədin kobud olub olmaması səs tonundan asılıdır. Ona görə emosiyasız, sakit, necə var, elə danışmaq lazımdır. Məsələn, hal-hazırda mesajlaşa bilmirsiniz, yazışa bilmirsiniz, deyə bilərsən ki, hal-hazırda vaxtım yoxdur, mən səni geri dönüş edəcəm. Amma bunun yerinə desən ki, o bezdirdin sən də məni. Bu artıq kobudluğa gedir. Amma hal-hazırda vaxtım yoxdur, daha sonra dönüş edəcəm demək sərhəd çəkməkdir.
Mənə çox vaxt deyirlər ki, sən ChatGPT kimi danışırsan da, yəni bəzən ayırd edə bilmirəm ki, həqiqi insanla danışıram, yoxsa ChatGPT ilə danışıram. Çünki çox soyuq, robot şəklində yazırsan. Realda məni tanımayan insanlar düşünür ki, mən çox soyuq və kobud biriyəm, amma realda görəndə deyirlər ki, mən indi sənin o mesajlardakı emosiyanı başa düşürəm ki, sən kobud olmaq istəməmisən. Mən necə deyim, emojilərdən çox istifadə eləmirəm. Bəzən edirəm, bəzən eləmirəm. Nə var onu da yazıram. İnsanlara adı ilə səslənirəm. Bu da bir çox insana kobud səslənir. Və ya məsələn yazırlar ki, filan saatda filan yerdə görüşək. Deyirəm ki, salam filan kəs. Bugünlük başqa planım var, başqa gün görüşərik. Bunu kobudluq kimi algılayan insanlar var. Bu mənim problemim deyil. Mən normal şəkildə sənə izah eləmişəm. Mən səni təhqir eləməmişəm. Mən səni tənqid eləməmişəm. Düzgün, normal şəkildə nöqtəsi ilə, vergülü ilə yazmışam. Bu sərhəd deməkdir. Ona görə sərhədlə kobudluğu ayırt eləmək lazımdır. Bəzi insanlar sərhəd qoyuram adı ilə kobudluğa gedirlər. Bunu necə qoymaq lazımdır? Yəni sərhədi necə qoymaq lazımdır? Qısa demək lazımdır. Qısa və açıq. El arasında konkret. Yəni ekstra bir izaha ehtiyac yoxdur. Məsələn, filan yerə getmək istəmirsən, yenə eyni misalı çəkirəm. Filan yerə getmək istəmirəm, gedə bilmirəm çünki xalam zəng eləyib, xalamgillə nənəmgilə gedəcəyik, orada xəngəl bişirəcəyik. Ekstra bir izaha, açıqlamağa ehtiyac yoxdur. Yəni heç kimə borclu deyilsən. Əgər əlindən gəlmirsə, alınmırsa, qısa və konkret şəkildə bunu bildirmək okeydir. Ekstra açıqlama gözləyirsə qarşı tərəf, ürəyindən gəlirsə verə bilərsən, gəlmirsə vermə. Yəni cavab vermək məcburiyyətində deyilsən. İkinci bir qayda, özünü izah etmə. Sadəcə sakitcə bildir. Faktları qoy ortaya. Yəni kimsə sənə bir şey deyəndə, ya tənqidi bir şey deyəndə, o dəqiqə müdafiə pozisiyasına keçmə. Dinlə qarşıdakını. Bəlkə həqiqəti deyir. Dinlə, əgər həqiqəti əks elətdirmirsə, onda faktlarla bunun həqiqət olmadığını sübut elə. Yəni, məsələn, olur insanlar fərqli baxış bucaqlarına sahibdir. Ona görə bir mesajı insanlar fərqli cür yorumlayır, fərqli cür algılayır. Daimi olaraq öz səhvini başa düşməyib, qarşı tərəfi günahlandıran, qarşı tərəfi səhv çıxartmağa çalışan insanlardan da yəni uzaq olmaq lazımdır. Onlara nə izah etsən də, onsuz da sənin əksini tapacaq. Dava eləməyin ona görə heç bir mənası yoxdur. Çox vaxt mən dava eləmirəm. Kommentariyada mənə o qədər şeylər yazırlar, səhvsiz şeylər yazır da, videoma baxmır, məsələn, heç baxmadan kommentariyada yazır ki, əksi məlumat vermirsən, o elə deyil, belədir. Cavab yazıram ki, axıra kimi bax. Axırda demişəm onu. Mənə təzədən ekstra, yox sən axırda belə deməliydin, onu belə demirsən, mən axıra kimi baxmaq məcburiyyətində deyiləm. Egolarına dəyir o dəqiqə. Öz əksiklikləri öz egolarını sındırır. Belə insanlara mən ekstra cavab vermirəm. Sadəcə baş qoşmuram. Əgər məni ekstra narahat edirsə, blok atıram. Blok atmaq zəiflik deyil. Sizi narahat eləyən, sizin keyfinizi pozan, stres verən insanları bloklayın, çıxsın getsin. Yəni, onlarla ekstra argument aparmağa ehtiyac yoxdur. Ay, bloklayarım, mənə deyər ki, zəifdir, qorxdu, ona görə qaçdı. O kimdir ki, sənə nəsə desin? Qarşı tərəfin fikri bu qədər səni önəmli olmamalıdır sənin üçün. Sənin üçün önəmli olan sənin öz şəxsi, psixi və fiziki sağlamlığındır. Əgər bir şey sənə stres verirsə, bir şey səni narahat eləyirsə, o şeyi dərhal çıxart, blokla, ignor elə. Sənin üçün vacib olan sənsən. Və çalış emosiyalarını kontrol altına al, sakit ol. Bu üçüncü qaydadır. Reaksiya vermə. O dəqiqə otursun fikirləş, sonra cavab ver. O dəqiqə müdafiəyə dediyim kimi keçmə və reaksiya vermə. Emosional reaksiya ehtiyac yoxdur.
Və bir çox insan hətta emosiyalardan istifadə eləyərək manipulyasiya eləyir, gaslighting eləyir, özünü qurban yerinə qoyur ki, qarşı tərəf pis pozisiyada olsun. Bu tip oyunlara da gəlməyə lazım deyil. Bundan daha çox xanımlar istifadə eləyir. Yəni dava olayan kimi başlayırlar ağlamağa, göz yaşı tökürlər, nə bilim, rola girirlər. Bunlar hamısı oyundur. Və ya bunu kişilər necə edir? Kişilər başlayırlar öz elədikləri yaxşı şeyləri saymağa. Mən sənə bunu elədim, mən sənin üçün filan şey eləmirəm, mən sənin üçün səhər oyanıram, mən sənin üçün işə gedirəm, neynirəm. Fədakar insan obrazı yaratmağa çalışırlar ki, qarşıdakı insan özünü günahkar hiss eləsin. Bu tip manipulyasiyalarda gəlməməyə lazımdır. Sərhədi heç bir manipulyasiya poza bilməməlidir. Bu o qədər güclü olmalıdır. Yəni insanlarla güzəştə getmək pis deyil. Güzəştə getmək lazımdır daim. Məsələn, dostunla çöldəsən, oturmağa restoran axtarırsınız. Dostun deyir ki, mən sushi yemək istəyirəm. Amma sənin könlündən də xəngəl yemək keçir. Ortaq bir yer tapa bilmirsiniz. Onda nə sushi olsun, nə xəngəl olsun, gəl gedək adi kafeyə, ya nə bilim İtalyan restoranına, ya gedək birinci sushi sən ye, sonra gedək xəngələ. Yəni ortaq ikinizin də istədiyi bir şeylər kompensasiya olunsun. Amma mütləq ki, yox, mütləq sushi yeyəcəyik biz, xəngəl qəti yeməyəcəyik demək, artıq bu sənin egondur danışan. Bu sənin sərhədin deyil. Amma çox güzəştə getmək də özünə hörmətsizlikdir. Çox güzəştə getməyə ehtiyac yoxdur. Daim kiməsə görə güzəştə getmək, kiminsə istəklərini yerinə yetirmək və bunun qarşılığında öz istəyini, öz arzularını ignor eləmək özünə olan xəyanətdir. Bu sərhədsiz insandır. Sərhədi olmayan insanın da alanına girmək, ətrafına girmək çox asandır. Onu kontrol eləmək çox asandır. Ona öz istəklərini empoze eləmək çox asandır. Mən belə bir insan deyiləm. Sevgi münasibətlərinə gəlsək əgər, məsələn, mən öz şəxsi təcrübəmdən danışmaq istəyirəm. Azərbaycanda qadının sərhədlərinə hörmət eləyən kişi ilə çox az rastlaşmışam. Adətən sərhədi olan qadınları kobud, egoist, dominant, ağlı bir karış havada və belə adlandırırlar. Egolarına dəyir. Ona görə də yəni mən asanlıqla connection yarada bilən bir insan deyiləm. Xanımlarda da olur ki, kişinin sərhəd qoymağını rədd edilmək kimi algılayırlar. Hə, mənə yox dedisə, deməli məni sevmir, deməli məni istəmir. Yox, bu belə deyil. Özün yaxşı sərhəd qoya biləndə, qarşıdakinin də qoyduğu sərhədi çox yaxşı anlayırsan. Məndə bəzən olur ki, məsələn, mən çox yaxın insanlarımla da daimi olaraq vaxt keçirdə bilmirəm. Bəzən özümə tək vaxt ayırmaq istəyirəm. Buna ingilis dilində me time deyirlər. Mənim zamanım. Elə gün olur ki, mən o gün heç kimi görmək istəmirəm. O gün sadəcə özümlə baş-başa qalmaq istəyirəm. Yemək bişirmək istəyirəm, kitab oxumaq istəyirəm, mahnı qoyub oynamaq istəyirəm, baxım eləmək istəyirəm, sadəcə özümlə maraqlanmaq istəyirəm. Yəni kiminləsə görüşmək, kiminləsə söhbət eləmək istəmirəm. Bunu bir çox insan şəxsi qərəz kimi algılayır. Ay, mən nəsə eləmişəm, mənlə küsmüsən, davalısan, nəsə incimisən, niyə belə eləyirsən? Bu tip algılayan insanlar var. Yox, sadəcə özümlə vaxt keçirtmək istəyirəm. Bunun sənə heç bir dəxlisi yoxdur. Bunu anlamırlar. Azərbaycanda bu ehtiyacı anlayan insan sayısı çox azdır. Mən bunu açıqlaya bilmirəm. O gün məsələn rəfiqəmlə danışırdım. Yeni biri ilə tanış olub, flört devrindədirlər hələ. Mənə kefsiz gəldi, dedi ki,
bugün mənə yazmayıb. Dedim, okey, yazmalıydı ki. Deyir, biz hər gün danışmalıyıq axı. Bugün mənə yazmadı. Keçən həftə də bir gün yazmamışdı. Dedim, bəlkə işi var. Bəlkə özü ilə vaxt keçirmək istəyir. Yəni, mütləq sənə niyə hər gün yazmalıdır ki? Yəni, öyrəşib ki, hər gün, əgər bir insanla münasibətə başlayacaqsa, hər gün danışmalıdırlar bunlar. Mənə belə şeylər çox qəribə gəlir. Özünə dedim ki, mənə belə şeylər çox absurd gəlir də. Yəni, sənin heç mi özünə aid vaxtın yoxdur? Sənin heç mi şəxsi işlərin yoxdur? Niyə bir insanla sən hər gün əlaqə yaratmaq məcburiyyətində hiss eləyirsən? Hə, 3 gün, 4 gün, 5 gün, 10 gün yazmasa, hə, bu problemdir. Deməli, istəmir danışmaq. Amma yəni bir gün, lap maksimum 2 gün, okeydir məncə. Belə şeyləri çox problem eləməməyə lazımdır. Sərhəd qoymaqda ona görə çətinlik çəkirsənsə, bu sənə bir siqnaldır. Özünü prioritet etməlisən. Birinci özünü seçməlisən, özünü sevməlisən. Sən egoistsən, sən həmişə özünü fikirləşirsən deyən insanlara sübut etməlisən ki, bəli, mən həmişə birinci özümü seçirəm. Burada pis heç nə yoxdur. Mən özünü seçən insanlara hörmət edirəm və mən daim özümü seçirəm. Kimsə buna görə mənə egoist deyirsə, bu onun öz problemidir. Yəni, insanlığın təbiətində var. Sən özünü seçməsən, özünü sevməsən, nə mənası qalır? Mən olmayandan sonra, yəni, bu güllər, bu səlvilər olmuş, nə mənası var, deyir Ömər Xəyyam. Belə bir cümləsi var idi. Mən yox, o da yox. Mən olmayandan sonra görməyəcəmsə, nəyimə lazım? Mən sağlam olmayacamsa, mən öz sevdiklərimə, yaxınlarıma necə töhfə verəcəm? Birinci özünü fikirləşməlisən. Sən özünə mən dəyərliyəm deməlisən, sərhəd qoyaraq. Düşün ki, sən günəşsən və digər insanlar günəşin ətrafındakı planetlərdir. Qəti surətdə kimisə götürüb günəşin yerinə qoyma və özün planet olma. Bu sənin öz həyatındır. Sən günəşsən, digərləri planetdir. Sən ortadasan, sən mərkəzdəsən, sən prioritetsən. Sən öz həyatının qurucususan. You are the creator. Ona görə birinci özünü fikirləş. Birinci özünü fikirləşməkdən qəti şəkildə qorxma. Kim sənə nə deyir desin. Bəli, mən egoistəm. Mən özümü seçirəm. Mən ən gözəl yeməyi özümə ayırıram. Mən ən gözəl yerə özüm gedirəm. Pulumun böyük bir hissəsini mən özümə xərcləyirəm. Mən birinci öz istədiyim şeyi alıram. Burada heç bir problem yoxdur. Mən özümü seçərək heç kimi günahlandırmıram. Mən özümü seçərək heç kimdən heç nə oğurlamıram. Heç kimi alçaltmıram, heç kimi pis hiss elətdirmirəm. Əgər sənin elədiyin işlər heç kimə zərəri yoxdursa, burada heç bir problem yoxdur. Bu qədər. Videom bu qədər, danışacaqlarım bu qədər. Dediyim kimi bir özət keçim. Sərhədi sən özün üçün qoyursan, öz mental sağlığın üçün qoyursan, kimisə incitmək üçün yox. Bunu sakit bir şəkildə və qısa izah edirsən, faktlarla, sübutlarla, incitmək üçün yox, ego savaşı içinə girmək üçün yox, öz şəxsi alanını qorumaq üçün edirsən bunu. Və bunu özünə olan hörməti göstərmək üçün, özünü sevdiyini, özünü sübut eləmək üçün edirsən. İstəmədiyin heç bir şeyə hə demirsən. Əgər bir yemək yemək istəmirsənsə, yemirsən. Əgər bir məkana getmək istəmirsənsə, getmirsən. Bu qədər. Əgər qarşıdakı insan dirəkdirsə, getmək istəyirsə, getməkdə azaddır. Sən heç kimə məcbur eləmirsən. Qoy getsin. Okey, sən ora getmək istəyirsənsə, gedə bilərsən. Amma mən getmirəm. Bu qədər. Başqa bir gün inşallah gedərik. Amma hal-hazırda istəmirəm. Bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm. Sərhədli qalın, sərhədlərinizi qoruyun, özünüzü sevin, daim özünüzü prioritet eləyin. Dediyim kimi, sən günəşsən. Sən günəşsən. Digərləri isə planetdir. That's it. İzlədiyinizə görə təşəkkür edirəm. Videomu bəyənməyi, abunə olmağı unutmayın ki,
başqa videolarda çəkim həvəsim olsun. Çox sağ olun. Sağ olun.